Səlim və mən. Gedək görək Səlimin həkimlə qeyib çıxa bilirik dövlətdən. Dövlətdən dərman almalıyıq. Gedək görək çata bilirikmi? Mən də mən yaxşı qutqan pırıl yanır. Gəldik, çıxdıq burada. 3 nömrəli poliklinika. Yox, bu yox. Bırak. Bu təsərrüfat hesablıdır. Qabaqda olmalı, Stanovkanın arxasında. Yanılmıramsa poliklinika. Əvvələ hər poliklinikada idi psixiatr. İndi birləşdiriblər, ayrı eləyiblər. Cəqa. Səlimlə çıxdıq. Çox gözəl bir xanım gəlmişdi Leylanın yerinə. Zümrüt xanım idi deyəsən. Leylaya xanım düşmür. Qoca kəftarın biri idi, pensiya göndərdilər. Çox pis insan idi. Daha hamı incidirdi. İnvalidini sevmirdi. Bizə də belə, siz artıq almışsınız da. Bu xanım yox, Leyla dediyim kəftar. Sonra da bir ara qırışmışdıq oyuna. Zəhləm gedib bu kəftarda. Haqqımıza halal eləmdi. Deməli getmişik Leylanın yanına da. Ondan biraz kiçikdir. Evdə qalmış qız oxşuydu, bilmirəm. Evdə qalmış idi, evcik uzadı vardı. Biz belə işbazın şeydi. Deməli davleniyası qalxıb da, həkimə yaxınlaşıb. Deyə bilər ki, xanım keçin o bir otaqların birindəyəm, mən davleniya ölçmürəm. Siz deyir, birinci qəbul etmədi ona görə, ikinci belə. Apar deyir, təhvil ver dövlətə, öz həyatını yaşa. Çünki qırmam düşmədi, birbirimizi. Sonra mən elə deməmişəm, ona demişəmsə, üzr isə saymıram. Allah qarşısında saymıram. Ölməzdən qabaq səni atarlar qocalar evinə, ya əlilər evinə qanarsın onda. O dünyada da, bu dünyada da əzabın qol olsun Leyla kəftar. Bu xanım gözəl idi, xasiyyətini bilmirəm. Dedi ki, 39-a göndəriblər öz poliklinikanızı. Əvvələr bir neçə poliklinikanı birləşdirmişlər. 19-da da, 39-da da öz psixiatrları gəlib də. Daha indi bilmirəm bizdəki psixiatr necədir, nədir, nə deyil. Bizə səsən respiridon lazımdır almaq. Leyla kəftarını göndərdilər, qoca kəftar lənətə gəlmişik. Ölüsünə, nədirsinə haqqımı halal eləmirəm. Bilmirəm nə oldu, başına nə gəldi. İnşallah əzablı bir qocalıq gözlər. Allah bəlası. Allah bir şeylər versin qəşəng. Bu dünyada da, o bir dünyada da qəbr evində də əzabını bol eləsin Leyla kəftarını. Bu xanımın adı Zümrüt xanım idi, xoş bir cavan xanım idi. Pis ya yaxşı olması var da heç nə demərəm. Mülk təsərrüfatda yaxşı göstərdi, amma yenə də bizim həkimimiz deyilmiş. Gedərik inşallah. Bugün keçdi, gedərik inşallah 39-a. Və bu çərəzdən nələr aldım? Valla bunun adı badyan deyirlər, anis deyirlər, nə deyirlər. Kilosu 35 manat idi. 1 manat 75 qramlıq, yəni 50 qram aldım. Bəs eləyir en qədər çaya tökürəm. Sonra bunun kilosu yanılmamsa 40 manat idi. 80 qəpikliyi bundan aldım, bu güllərdən. Və chia tum aldım. Chia tumun da yanılmamsa kilosu neçə manatı bilmirəm, 1 manat 32 qəpikdən. Bunu mən qatığa qatıram, bir damcı içirəm. Yiyirəm daha doğrusu. Qar qoymur ki, vaxtında gedim mezun terapiyamı eləyim. Canım ulduzumun da ürəyi düzdür, görəm zəyə vurub, Kərəm, haradasan? Niyə gəlmirsən, mezun vaxtı gəlib? Deyirəm, valla, inansan, inanmırsan, inanma. Canım mənim, bəs, əli ürəyimdə fikirləşirdim, qar qutarar, gedərəm. Deyirlər, yenə qar olacaq. Deyirlər ki, toy olacaq, məşədi bəy olacaq. Deyirlər ki, toy olacaq, məşədi bəy olacaq. Çok düz məşədi qoydum, çok düz. Koy bilmədim. Neyse, deyirlər ki, qar olacaq. Dedim yadıma, musiki düşdü. O mahnı. Neyse, deyirlər ki, qar olacaq. Yasamal qara bürünəcək. Deyirlər ki, qar olacaq. Yollarda kim bağlanacaq. Neyse, gittim ben mezoyu mələməyə. Belə mezamı elədim, geri qayıdıram. Yadımdan çıxdı, göstərmir, başım qarışdı. Üzümdə ola bilsin, biraz göyəriklər olsun. O normalda həmişə bütün mezalardan sonra elə ola bilər. Üzüm dərhal öz təbii parıltısını aldı. Qırışlardan sanki arında təmizləndi. Açdı, xırda qırışları açdı. Lifting effekti verdi. Siz də Doktor Ulduz xanıma yaxınlaşa bilərsiniz kosmetoloqa. İstədiyiniz kosmetoloji proseduru edə bilərsiniz.
Mənim adımdan da yaxınlaşa bilərsiniz. Bəlkə cüzi endirimlər etdi deyə bilmərəm, yalan deyirəm bu barədə. Qiymətlər barədə isə yalnız və yalnız Ulduz xanımın özündən soruşun. Növbəyə yazılmaq üçün də özünə yazın, zəhmət olmazsa. İnşaatçılarda Ağçiçeğinin üzbəüz sırada yerləşir. Elə Ulduz estetik mərkəz görəcəksiniz. Belə. Mən həmişə gözəllikdə, biz də bu dəfə biraz gecikdim, həftədə bir dəfə gəlməliyəm, bir də gələn həftə gedəcəm. İnşallah Allahın köməkliyi ilə mənə həmişə gözəllikdə. Gələm evə, ağzıma da mahnı düşüb. Ala göz, ala göz, ala göz, ala göz, ala göz, ala göz, kibriklərin oxdur, qaşların... Yox, mən səs yapacağıma uyğun deyil. Ama Ulduz elə qəşəng mahnı, bu arada mənim Ulduzum çox qəşəng mahnılar oxuyur, həvəsləndirdi məni.